Necə? Öyle danışmıyorsun. Nasıl danışayım? Gəlin də gəlin bərabər danışalım. Dur. Yalan belə gedəməm. Ne var burada? Montumu giymem lazım. Montunu giyindirelim o zaman. Üzümdə bağlamam lazım. Utanılacaq ne var burada? Uşağı satmısınız mı, atmısınız mı? O uşaq əgər satmışamsa, Allah min bir bəlamı versin. Yaxşı, uşağı niye orada koydun? Bir dəqiqə, ailədir doktor, ona görə Quran haqqı üçün Quran məni 4 yerə bölsün. Yo, bölməsin, Bax, bölsün. Yo, bölməsin. Ay xanım, bölməsin, niye bölsün? Allah'ımız haqqı mən də axtarmam ki, deyərlər ki, ehtiyacı var da. İndi sizə sual verirəm. Dodan- Uşağın atası kimdir? Uşağın atası, Allah bəlamı versin bilmirəm. Sağ dedim ya, yazdırmışam zaten ona. Necə yəni bilmirəm? Bilmirəm, dedim adını belə mən, bax başını belə tanımırdım. Deyirəm, biraz da belə getsə bu afət evdə qalacaq. Deyirəm ki, bax, görsən ki, nə qədər ağılsızlığa sən yol vermişsən həyatda. Bəli. Nə günü və? Hətta ağlı, sən də əgər Gözlük ağladınsa, tutarsan, bu gözlük dünyanın tutarsan. artı axırıdır. Əgər sən də ağlayırsansa. Bəs yaxşı, hardan əldə edirdiniz? Bu zəhrimarı sən necə, hardan tapırdın Ondan pulu? ondan istəyirdim pul kimi. Sizin özünüzdən istəmişəm bir dəfə. Sən Allah, verdim mən sənə pul. Bəli. Bu vaxtacın yoldaşın. Deyəm, dinmə, danışma. Ayakkabılar qara rəngdə məncə olsaydı daha gözəl olardı. Sən axı uzun müddət Pierre Cardin'dən dərs almısan axı. Deyirsən daşların üstündə yatmışam. Maşallah kostyumun ütülü tərtəmiz. Bu sənin o paltarların falan mürdəşirə gəlib yurdu orada tam. Ulduz get əyləş orada, beni vardı məndə vallahi. Çox gözəl zövqüm var, çox da bəyəndim. Bu şəkildə mən çox sevmişəm, çox qəşəng düşmüşəm burada. Çox sağ ol. Ziyafət xanım, sizin adınız ziyafətdir. Ziyafətlər, ömrü boyu qonaqlıqlar. Amma üzünüzün fizionomiyasından qonaq sevən adam oxşamız nəysə. İki dünya bir olsa da biz mütləq yatmalıyıq. Bilirəm ki, 10 gündə gəlmirəm, xəstə idim mən ya, yəni ki, özünüzü. Görmürsən gözümdə, ona görə eynək taxmışam. İttirsəyə çıxır gözündə. Demədim. Siz idmançısınız? Yox, güləşçiyə oxşatdım. O cümləni də deyirəm axı. Diqqətlə qulaq asın ağzından tutanlara. Ay xanım, nə deyib getdiniz? O kişidən nə var idi ki, siz ona getdiniz? Ailə quruz, elə uşaq da dünyaya gətirdiniz. Könül sevən göçək olar, neyim Yox, lazımdır eyvallah, sən? könül. Özdə pul qazanan oğlan oxşur, üzündən sənin pul yağılır, mən sən söz deyim. Rusiyada zat işləməmsən? Hə, də Rusiyadan gəlib də ona görə. Pulları xaçlayır, Nataşalara xərcləyir. Dünya gözəli, dünya şəkəri, maşallah. Baxın, sən o boyda eybəcər kişidən belə... Mən o kişi olduğum kimi qəbul eləsin. Sən elə olduğun kimi qəbul ediblər, 40 il qalmışsan ərsiz də. Anam, atam haradadır? Rayondadılar. Və niyə gedib Qazaxda qalmışsan onların yanında? Mən həyatına uyğunlaşamıram. Deyir, qından çıxdı, qından bəyənmədi, fikir verir. Yaxşı, mədəm ağrıyır. Məndə qəbizliyim var. Nar yemə, nar yağını çox yeyirsən. Heç sən gələmədi sənə kişi. Yox, istəmirəm çünki onu. Hə, sən istəmirsən. Amma inanan daşa dönsün. Mən şeirlərimi, kitablarımı əllərdə gəzdirənlər var. Valla bu yaşatmışsan sizi bir dənə şeir kitabı bir adamın əlində mən görməmişim. Allah üzündən nur tökülür. O qədər Kimin üzündən not ödüyor? Sizin üzünüzdən. Siz inansız qadın ürəyə getdi. Halı xarab oldu. Sinəndən dil bir yana yemək yeməyib. Vay, yazıq. Bir gün də müraciət eləmək istəyirsən, sinif yoldaşlarıma salam göndərmək istəyir. Sinif yoldaşların yeridir. Daş qışdın o qadın başına ki, həyat yoldaşın papağını yerə soxur. Səhv deyirəm, sevinç. Bax, necə kök görünürəm mən. Vay, bu rəng məni çox kök görsədir. Əslində bu qədər kök deyiləm. Ay qızım, Kefkalı, siz də müğənnisiz? Nəfəsim qopmayam mən. Gözüm aydın. Buyur, nənə. Neçə yaşınız var? 64. Ay, 64 yaşı özünüzü çox qocatmışsınız. Sizə elə bir 80 yaşında görürsünüz. Aranızda ərə gedən, evlənən, telefonla tanış olub. Heç nə yazdıqlar ki, ərə getmişik ki. Yazıq dirək sataşan da yoxdur, dirək sataşan da yoxdur. Kızım, ağrımırsan ki də, ağrıyan yerin yoxdur ki. Yox. İndi lap arıq olacaqsan, qızlar paxıllıq edəcək sənə. Əvvəl sənə gömbul deyənlər, sonra baxacaqlar sənə, şey olacaq, paxıllığımı çəkəcəklər. Bax, su sonasını oxşuyur. Bax, bu yaşda, 70 yaşında belə gözəl görünmək, hər qadın, neçə yaş? 74. Hər yaxşı 69 olsun, neçədir?
Yox, sən də olacaq. Yaxşı səsin varsa sən qabağa gedəcəksən. Adam var ki, görürsən söz deyən kimi başını salır aşağı, abrına, həyasına sığınır. Ondan heç vaxt müğənni olmayacaq. Uşaq var? Bəli, 2 dənə uşağım var. 2. Bəli. Uy, maşallah. Aliment falan ödəyir. Çox sağ olun. Ödəyir. Hə, ödəməsəydi deyəlim yapışaq boğazından alaq. Buyurun. Qırmızı koftalı qadın. Xanım, siz. Bax belə də öldürürlər, bax məni. Siz xanım deyilsiniz, deyirəm siz xanım. Elgiz müəllim, mənə it də cumub, maşın da vurub, tok da vurub, arı da vurub, hər şey vurub, başıma nə Deyirəm ki, gəlir. şükür Allahın böyrünə. Bu boyda məsələdən sonra sən sağ qalmırsan, böyük işdir bu.